Abbas müəllim, xoş gördük sizi. Mən xatırlayıram 2023-cü ildə müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru bir beynəlxalq konfrans keçirilmişdi və həmin konfransda Bakı Təşəbbüs qrupunun yaradılması ilə bağlı, səhv etmirəmsə, bir qərar qəbul edilmişdi. İndi bizim bu müsahibəmizi izləyən insanlar arasında hesab edirəm ki, ilk dəfə Bakı Təşəbbüs qrupunun adını eşidənlər də var. Ona görə də istəyərdim ilk belə buradan başlayaq ki, təşkilatın missiyası nədir və 2023-cü il artıq 2026-cı ildir. O gündən bu günə 3 il keçib və hesab edirəm sizin də təşkilatınızın artıq 3 ilinin tamam olması dönəminə doğru da gedirik. Həm təşkilatınızın missiyası nədən ibarətdir və bu missiyalarla sizin təşkilatınız hansı coğrafi əraziləri əhatə edir, fəaliyyət istiqamətləri? Xoş gördük Arzu xanım. Bəli, vurğuladığınız kimi 2023-cü ildə Bakı Təşəbbüs qrupu yarandığı ərəfədə təşkilatımızın fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdi. İctimaiyyətimizə, izləyicilərimizə çox yaxşı məlum olduğu kimi biz kolonializm və neokolonializm ilə legitim mübarizə aparan tərəflərə dəstək göstərməyə başladıq. Daha sonra yerli xalqların beynəlxalq müstəvidə hüquqlarının qorunması, daha sonra etnik azlıqların hüquqlarının qorunması fərqli beynəlxalq platformalarda və daha sonra da gənclərlə kollaborasiya istiqamətimiz başladı. Əsasən biz bu fəaliyyət istiqamətlərini müəyyənləşdirdik və fəaliyyətimizə başladıq. Amma vurğuladığınız kimi coğrafi baxımından əməkdaşlığımız müəyyən dənizaşırı ərazilərlə başlamışdı. Vurğuladığınız tarixdə təşkilatımız yarandıqda 2023-cü ildə 6 iyulda bu qərar dəniz aşırı ərazilərdə fəaliyyət göstərən siyasi partiya rəhbərləri, müqavimət hərəkatı rəhbərləri tərəfindən verilmişdi. Və biz ilk yarım illikdə Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Gviyanası, Martinik, Guadeloupe və Korska ilə sıx əməkdaşlıq qura bilmişdik. Son 3 ildə artıq bugün Bakı Təşəbbüs qrupu təəssüf ki, hələ də onlar müstəqilliyini əldə etməyiblər. Bu müstəmləkə əsarəti altında olan ərazilərlə biz fəaliyyətimizi davam etdiririk. Sıx əməkdaşlıq qurulubdur. Həmçinin də keçmiş müstəmləkəçilik əsarətində olan Afrika ölkələrlə və bir sıra digər ölkələrlə də BMT platformalarında əlaqələrimiz qurulubdur. Sıx əməkdaşlıq davam edir. Və bugün təqribi 25 ölkə ilə Bakı Təşəbbüs qrupu bir beynəlxalq qeyri-hökumət təşkilatı olaraq sıx əməkdaşlıq həyata keçirir. Müstəmləkə və neokolonial siyasətin qurbanı olan xalqlar ki var, bu xalqların hüquqları pozulub və bunların hüquqlarının pozulmasının ifşası və sənədləşdirilməsi istiqamətində sizin təşkilat hansı işləri görür? Biz vurğuladığınız kimi sözü gedən ərazilərdən müraciətlər qəbul edirik. Amma bu müraciətlər ilk öncə təhlil edilir, müvafiq araşdırmalar aparılır ki, həqiqətən də sözü gedən bu yerli xalq və bu ərazi müstəmləkə hesab edilə bilərmi? Və burada baş verən insan hüquqları pozuntu halları həqiqəti əks etdirirmi? Beynəlxalq təşkilatların buna reaksiyası nədir? Beynəlxalq təşkilatlar bu əraziləri necə tanıyır və burada baş verən hadisələrə necə reaksiya göstərir? Bütün bu təhlillər aparıldıqdan sonra ilkin təmaslar yaranır təbii olaraq ki və əməkdaşlığa başlanılır. Əgər həqiqətən də sözü gedən ərazi və sözü gedən ərazidə siyasi partiyalar olsun, müqavimət hərəkatları olsun, orada yaşayan hüquqşünaslar, ekspertlər həqiqətən də öz mübarizələrini legitim şəkildə həyata keçirəcəklərsə və bu sözü gedən problemləri beynəlxalq təşkilatlarının gündəliyinə daşımaq məqsədi daşıyırsa onların yanaşmaları və məqsədləri, biz o halda həmin ərazilərlə, həmin təşkilatlarla əməkdaşlığı qururuq. Bakıda forum keçirildi. Söhbət postmüstəmləkə gələcəyi ilə bağlı forumdur. Həmin forumda bir qərar alındı
Qlobal Cənub platformasında gənclərin təmsilçiliyi ilə əlaqədar belə bir platforma yaradıldı. Bu platformanın fəaliyyəti nədən ibarət olacaq? Bu müstəmləkə ilə mübarizəyə gəncləri inteqrasiya etməkdə məqsəd nədir? Və belə bir platforma deyək ki, yaradıldı, gənclər inteqrasiya edildi. Daha sonra qadınları bu prosesə cəlb etmək istiqamətində Bakı Təşəbbüs qrupunun hər hansısa addımlar atmaq fikri və ideyası varmı? Bu istiqamətdə hansı işlər görülür? İlk öncə bu qadınlarla bağlı məqama toxunmaq istəyirdim. Biz 2023-cü ilin sonunda o zaman ölkəmiz qoşulmama hərəkatına sədrlik edirdi və son beynəlxalq tədbirlər qoşulmama hərəkatı çərçivəsində qadınların hüquqlarının qorunması və gücləndirilməsinə deməli istiqamət götürmüşdü və Bakı Təşəbbüs qrupu 2023-cü ilin noyabr ayında qoşulmama hərəkatı çərçivəsində bu istiqamət çərçivəsində bir beynəlxalq tədbir həyata keçirdi. Müstəmləkə ərazilərində yaşayan və postkolonial dövrü yaşayan ölkələrdə qadınların rolunun gücləndirilməsi və hüquqlarının qorunması adlı. Bu 2023-cü ildə keçirilmiş bir tədbir idi. Daha sonra bizim müəyyən fərqli beynəlxalq platformalarda bu təşkilatlarla qadın hüquqlarının qorunması ilə bağlı məşğul olan ekspertlərlə bir əməkdaşlıqlarımız olmuşdu. Və növbəti illərdə də nə kimi əməkdaşlıqlar olub Abbas müəllim? Biz məsəl üçün COP29 ərəfəsində fərqli beynəlxalq tədbirlər həyata keçirdik. Burada keçmiş müstəmləkə hesab edilən Afrika ölkələri, məsəl üçün Kenya idi, Konqo Demokratik Respublikası, Burkina Faso, Niger, Mali. Bu ölkələrdən olan qadınlar orada təmsil olunurdular və kolonializmin ətraf mühitə vurduğu ziyanı və kolonializm siyasətinin fərqli fəsadları var. Yalnız siyasi, iqtisadi deyil. Bu ətraf mühitə dini, daha sonra insanların dininə mənfi təsir göstərən fəsadlar. Və onlar ətraf mühitə vurulan deməli kolonializmin törətdiyi fəsadlarla bağlı bizimlə bir sıra tədbirlər həyata keçirdi. Növbəti illərdə də hal-hazırda 2025-ci ilin sonunda bu təmaslar yenidən başladı və müəyyən planlarımız var. Bu qadınları hüquqlarını qoruyan, onların rolunun gücləndirilməsi ilə məşğul olan ekspert və təşkilatlarla bir əməkdaşlıq yenidən qurulsun. Amma bu vurğuladığınız Qlobal Cənub Gənclər platformasına aid deyil. Çünki biz bayaq qeyd etdiyim kimi əsas fəaliyyət istiqamətlərimizdən biri elə bu gənclərlə kollaborasiyadır. Və biz orada müstəmləkəçiliklə mübarizə istiqamətində yox, postkolonial dövrdə bu gənclərin rolunun gücləndirilməsinə fokuslanmışıq. Bildiyiniz kimi sözü gedən bu gənclər bizim gələcəyimizdir. Və bu gün biz müşahidə edirik ki, Qlobal Cənub gələcəkdə və indi də hətta sülhü daha çox təşviq edən tərəfdir, ölkələrdir. Və burada yaşayan, təhsil alan, burada yetişən gənclər məncə gələcəkdə sülhü bərqərar edən, uzun müddətli bir sülhü təşviq edən tərəflər olacaqlar. Və biz bu məqsədlə onlarla əməkdaşlığa başladıq və vurğuladığınız kimi postkolonial dövrü əhatə elədik ki, müstəmləkəçilik tarixi olan ölkələrdə bu fəsadları yaşayan gənclər gələcəkdə digər ölkələr bu fəsadları yaşamasın. Çünki bildiyiniz kimi kolonializmin hər səfər dəyişir və yeni təzahürləri ortaya gəlir. Neokolonial siyasət nədir? Bu siyasi amillər deyil. Burada daha çox iqtisadi və maliyyə amillər var. Bu gün artıq biz kolonializmin başqa təzahürlərini görürük. Etnik azlıqlara qarşı törədilən cinayətlər, repressiyalar. Yəni bu cinayətləri və repressiyaları ən çox hansı coğrafiyalarda müşahidə edirsiniz? Misal, tarixə baxsaq, Belçika müstəmləkəçilik siyasəti ən qəddar siyasətlərdən biri olubdur. Burundi, Ruanda və Konqo Demokratik Respublikası çox böyük fəsadlar görübdür. Yəni insanlığa qarşı ağlasılmaz
cinayətlər törədilibdir. Təbii Fransa müstəmləkəçilik siyasətində də biz bunu müşahidə edə bilirik. Etnik azlıqlara qarşı törədilən cinayətlər, təqiblər, repressiya aktlarını biz Hindistanda müşahidə edirik. Coğrafi baxımdan Bakı təşəbbüs qrupu hər hansı bir coğrafiyanı seçmir, hər hansı bir ölkəni seçmir. Sizi seçirlər. Müraciətlər edirlər və onlar vurğulayırlar ki, bu qarşı tərəf ki, burada bizim hüquqlarımız pozulur. Birbaşa mı müraciət edirlər sizə, yoxsa hansısa beynəlxalq təşkilatların vasitəçiliyi ilə? Bu fərqli formada olar. Bəzən digər beynəlxalq ictimai birliklər vasitəsilə, bəzən beynəlxalq platformalarda. Məsəl üçün, BMT-nin İnsan Hüquqları Şurasında mən və Bakı təşəbbüs qrupunun digər üzvləri mütəmadi olaraq iştirak edirik və etnik azlıqlarla bağlı, yerli xalqların hüquqlarının qorunması ilə bağlı, gənclərin gələcəkdə rollarının gücləndirilməsi ilə bağlı müəyyən mövzularda İnsan Hüquqları Şurasında iştirak edirik və bəyanatlarla çıxış edirik. Bu platformada məsəl üçün biz Hindistanın fərqli etnik azlıqları ilə tanış olduq və orada başlayan ilkin təmaslar, ilkin danışıqlar bugün artıq sıx bir əməkdaşlığa gətirib çıxardı. Elə Hindistandan danışmışkən mən bilirəm ki, Bakıda ilk dəfə bu Hindistan hakimiyyətinin etnik azlıqlara qarşı bir repressiv fəaliyyəti var və bununla bağlı Bakıda beynəlxalq bir konfrans keçirildi. Bu ilin başlanğıcında idi, səhv etmirəmsə, və elə təxminən 2 ay sonra proses həm də Cenevrəyə də daşındı. Bilmək istəyirəm ki, beynəlxalq mexanizmlərin gündəliyinə daxil edilə bilibmi bu məsələ? Ümumiyyətlə, bu Hindistan hakimiyyətinin repressiv siyasəti deyəndə nə başa düşməliyik və söhbət hansı etnik azlıqlara qarşı həyata keçirilən repressiv siyasətdən gedir? Sizin vurğuladığınız istiqamət bizim ZİK icması ilə əməkdaşlığımıza aiddir. Biz 2025-ci il ərzində BMT-nin İnsan Hüquqları Şurasının sessiyalarında təsadüfi rastlaşmışıq. Orada hər təşkilat öz mövqeyini, insan hüquqlarının pozulması ilə bağlı mövqeylərinə çıxış edirdilər və orada ilkin təmaslar yarandı. Onlar öz haqqında məlumatlar verdilər bizə. Hansı müstəvilərdə bu məsələləri qaldırırlar. Daha sonra təbii ki, Bakı təşəbbüs qrupu tərəfindən geniş araşdırma aparıldı, təhlillər aparıldı ki, həqiqətən də bu hadisələr elə 1984-cü il bütün dünya ictimaiyyətinə məlum olan Amritsar hadisələrindən sonra Amritsarda baş verən bir qətliamdan sonra baş verən belə deyək hadisələr idi və 84-cü ildən sonra təqribi bu günə qədər 10 milyondan çox. Hindistanın ziklər 25 milyon təşkil edir əhali olaraq. Yəni 10 milyondan çox zik Hindistanı tərk etdi. Və onlar ABŞ, Kanada, Böyük Britaniya, Avstraliyada, daha sonra isə Qərbi Avropada məskunlaşdılar. Biz ilk təmaslarımız zik icması ilə oldu. Daha sonra son aylarda digər etnik azlıqlar, məsəl üçün dalitlərlə artıq ilkin təmaslarımız baş tutubdu. Hal-hazırda danışıqlar gedir. Böyük ehtimal növbəti aylarda ictimaiyyətə bununla bağlı həm geniş məlumat verəcəyik, həm də layihələrimizi təqdim edəcəyik. Ziklərə gəldikdə isə bəli, bu repressiya siyasəti yalnız Hindistanın sərhədində qalmadı, təəssüf ki. Bu transmilli xarakter daşımağa başladı. 1984-cü ildən sonra vurğuladığım kimi 10 milyondan çox zik məcburən köçdü Pəncabdan. Onlar ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya üst tutdular. Və mən hətta deyərdim ki, bu Hindistan hökumətinin gözləmədiyi bir dönüş nöqtəsi oldu. Çünki ziklər bu ölkələrə üst tutduqdan sonra onlar bir miqrant kimi həyat tərzini seçmədilər. Onlar öz müqəddəratının tanınması üçün, öz haqlı mübarizələrinə başladılar. Güclü diaspor təşkilatları yaradıldı və bu məsələ beynəlxalq hüquq çərçivəsində ictimaiyyətə təqdim olunmağa başladı. Və onlar bu ziklərə qarşı həyata keçirilən
həm 84-cü ildən sonrakı repressiyaları, həm ondan sonra davam edən repressiyaları beynəlxalq təşkilatların gündəminə daşıdılar. Ki, bayaq vurguladığım kimi, zaten biz özümüz də onlarla İnsan Hüquqları Şurasında tanış olduq. Və əgər özləri deyək ki, diaspor təşkilatları qruplar güclü və özləri bu səviyyədə məsələni beynəlxalq təşkilatların gündəminə çatdıra bilirlərsə, bu nöqtədə Bakı təşəbbüs qrupuna müraciət eləməkdə onların məqsədi nə idi? Bilirsiniz, biz hansı fərqli dəstəyi onlara göstərə bilirik? Bilirsiniz, beynəlxalq münasibətlərdə əməkdaşlıq faktoru çox önəmli bir faktordur. Təbii ki, ZİK-lər Bakı təşəbbüs qrupunun beynəlxalq nüfuzunu bilir, tanıyır və görürlər. Və bu məsələ müəyyən dərəcədə hər zaman süni bariyerlərlə ört-basdır olmağa çalışır. Misal, 84-cü ildə mən düşünürəm ki, Hindistan hökuməti o zaman düşünürdü ki, həm kütləvi informasiya vasitələrində bu qədər resurslar yox idi. Onlar böyük ehtimal düşünürdülər ki, bu məlumatlar ictimaiyyətə yayılmaya da bilər və gələcəkdə bunu belə asanlıqla beynəlxalq təşkilatların gündəminə daşımaq bu qədər də real olmayacaq. ZİK-lərin bizimlə əməkdaşlığında əsas marağı ondan ibarət idi ki, onlar gördülər ki, biz kolonializmlə mübarizə, legitim mübarizə aparan tərəflərə nə cür dəstək göstərdik və bu məsələni beynəlxalq təşkilatların gündəminə daşımaqdan başqa, misal, BMT-nin mexanizmləri, BMT-nin institutları bizim hesabatlara, istinadlara başladı və Bakı təşəbbüs qrupunun bir beynəlxalq qeydiyyatı olaraq tanımağa başladılar. Və burada təbii olaraq ki, əsas məsələ də bayaq qeyd etdiyim kimi, maarifləndirmə məsələsidir. Onlar istədilər ki, ZİK-lərə qarşı həyata keçirilən transmilli repressiyalar daha geniş bir kütləyə yayılsın. Yalnız BMT vasitəsilə deyil, nüfuzlu beynəlxalq QHT-lər vasitəsilə, onların sırasında da təbii ki, öndə gedənlərdən biri Bakı təşəbbüs qrupudur. Məqsəd məsələləri beynəlxalq təşkilatlara daşımaqdır, bu çox gözəl. Çünki daşındıqca, müzakirə olunduqca örtbas edilən hadisələrin üzəridə açılmış olur, məsələlər aydınlığa qovuşmuş olur. Amma bir məqam da var, bunu biz sizlə əslində efirdən qabaq Off the Records olaraq da danışmışdıq. Bəli. BMT-nin nüfuzu ilə bağlı olan bir məsələdir. Hətta 20 il öncə də deyirdilər ki, BMT öz təsirliliyini itirmək üzrədir. Belə bir məqamda bu etnik azlıqların problemlərinin BMT-yə daşınması və onların bu istiqamətdə problemlərinin həll olunması məsələsi nə qədər effektiv ola bilər? Sizlə razılaşmalıyam, çünki beynəlxalq münasibətlərdə BMT-nin effektliyinin azalınması illərdir müşahidə edilən bir haldır. Amma biz bunu nəzərə almalıyıq ki, BMT hələ də mövcuddur və dünyanın ən böyük beynəlxalq təşkilatıdır. Amma Bakı təşəbbüs qrupu yalnız BMT və BMT institutları ilə çalışmır. Yəni, biz fərqli beynəlxalq platformalar dedikdə, fərqli beynəlxalq təşkilatlarda gedib bu məsələləri qaldırırıq və çalışırıq onların gündəliyinə əlavə edək. Bakı təşəbbüs qrupunun da özəlliyi və gücü ondan ibarətdir ki, biz hər zaman paralel olaraq fərqli beynəlxalq platformalarda iştirak edirdik. Məsəl üçün, həm BMT-də, həm Qoşulmama Hərəkatında, həmçinin ATƏT-in İnsan Hüquqları institutlarında biz gedib bu bəyanatlarla çıxış edirdik. Sözü gedən etnik azlıqların, yerli xalqların problemlərini onların diqqətinə çatdırırdıq. Həmçinin biz yalnız müəyyən İnsan Hüquqları Şurasının, İnsan Hüquqları Komitəsinin gedib sessiyalarında iştirak edib bəyanatlarla çıxış etmirdik. Biz həmin sözü gedən institutlara alternativ hesabatlar hazırlayırdıq və təqdim edirdik. Və bugün artıq həmin o sözü gedən alternativ hesabatlara BMT institutları və digər adiyyəti beynəlxalq təşkilatlar, beynəlxalq institutlar müəyyən məqamlarda istinad edirlər. Hətta mən dünən bir xəbər oxudum. BMT Fransaya xəbərdarlıq edib. Bəli. Və söhbət təbii ki, Fransanın müstəmləkə siyasətindən, neokolonial siyasətindən gedir. Bakı təşəbbüs qrupunun da bu kimi fəaliyyətlərdə rolu varmı? Bir mənalı, bildiyiniz kimi
2 gün öncə BMT-nin irqi ayrı seçkiliyin ləğvi üzrə komitəsi Fransa hökumətinə xəbərdarlıq etdi. Və bu xəbərdarlıqda vurğulanan bütün cümlələr, müddialar hər biri Bakı Təşəbbüs qrupunun 2024-cü ilin oktyabrında İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası zamanı təqdim etdiyimiz alternativ hesabatda vurğulanan məqamlardır. Müddialar birə-bir eynidir və hətta istinad edilməsə də, çünki bu bir xəbərdarlıqdır, bir hesabat deyil, istinad edilməsə də həmin məqamlar qaldırılıbdır və Fransadan tələb edilibdir. Belə bir hadisə 2024-cü ildə də oldu. Biz İnsan Hüquqları Komitəsinə alternativ hesabatı təqdim etdikdən sonra, bəlkə də İnsan Hüquqları Komitəsinin tarixində son 10 ildə belə bir şey baş vermirdi ki, Fransa hökumətindən, yəni BMT-nin üzvü, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvündən BMT-nin hər hansı bir institutu bir hesabat tələb edir. Bizim onlara təqdim etdiyimiz alternativ hesabat nəticəsində İnsan Hüquqları Komitəsi Fransadan dərhal hesabat tələb etdi ki, Yeni Kaledoniyada eskalasiyaların səbəblərini və ora yeridilən əlavə qoşunların səbəbini dərhal İnsan Hüquqları Komitəsinə açıqlasın. Mənə elə gəlir ki, bu heç Fransa hökumətinin də xoşuna gəlmədi. Elə buna görədir ki, hökumət yönümlü mediada da Bakı Təşəbbüs qrupunun fəaliyyətinə qarşı qara yaxma kampaniyaları da aparılır. Bəli, fake news vasitələri ilə ilk elə dövrlərdən başlayaraq onlar fake news-ə əl atdılar. Amma mən deyərdim ki, müəyyən media qurumları hətta rüsvay oldu. Çünki fərqli arqumentlər ictimaiyyətə çatdırılırdı ki, bu təşkilat yalnız Fransaya qarşı fəaliyyət göstərmək üçün yaranıbdır. Niyə yalnız Fransa müstəmləkəçiliyi vurğulanır? Bir müddət sonra bu arqument bir daha qaldırılmadı. Çünki biz Niderland müstəmləkələri ilə deməli sıx əməkdaşlığa başladıq və bu məsələni beynəlxalq təşkilatın gündəliyinə daşımağa başladıq. Daha sonra Belçika müstəmləkəçilik tarixini və Burundi, Ruanda, Kongo Demokratik Respublikasının reparasiya məsələlərini aidiyyatı beynəlxalq təşkilatlara çatdırdıq. Daha sonra etnik azlıqlar, daha sonra vurğuladığınız Qlobal Cənub Gənclər Platformasını yaradıq. Bu kimi fəaliyyətlər artıq düşünürəm ki, bu fake newsların və o bizə qarşı yalanları darmadağın etdi, rüsvay etdi onları. Çünki bugün hətta onların əsas qıcıq olduğu elementlərdən biri odur ki, biz bugün deyirik ki, BMT müəyyən dərəcədə effektli deyil. Amma BMT-nin müəyyən institutları və BMT-nin müəyyən mexanizmləri bugün Fransa kimi güclü bir dövlətdən hesabat tələb edir, xəbərdarlıqlar edir. Və bu da Bakı Təşəbbüs qrupunun uğurlu fəaliyyəti nəticəsində həyata keçirilir. Fransa müstəmləkələrindən danışdıq. Siz Niderland və Belçika məsələsinə də toxundunuz. Mən xatırlayıram, bir il əvvəl sizin bir tədbirinizdə də olmuşduq və orada Bonera qeyri-hökumət təşkilatları ilə bir əməkdaşlıq sazişi də imzalandı. Hazırda işlər nə yerdədir və bu əməkdaşlıq sazişindən doğan hansı əməli və praktiki fəaliyyətlər ortaya qoyulub? Tamamilə düzgün vurğuladınız. Biz Fransadan sonra bu həmin sözü gedən BMT platformalarında, qoşulmama hərəkatı platformalarında sözü gedən ərazilərin nümayəndələri ilə görüşdük. Orada yalnız Bonaire deyil, Bonaire, Saint-Martin, Curaçao, Aruba bu kimi müstəmləkə əsarəti altında, Niderland müstəmləkə əsarəti altında olan ərazilərlə görüşdük. Orada fəaliyyət göstərən beynəlxalq QHT-lər, müqavimət hərəkatları ilə sıx əməkdaşlığa başladıq, memorandumları imzalandı. Sözü gedən fəaliyyət istiqaməti hal-hazırda da aktiv fazadadır. Biz onların problemlərini fərqli beynəlxalq platformalarda qaldırırıq. Önümüzdəki aylarda da bir deməli layihə ilə ictimaiyyət önünə çıxacağıq. Bu yenə Niderland müstəmləkələrinə aiddir. Və burada qeyd etdiyim kimi yalnız Niderland yox, Belçikanı da artıq əhatə edirik. Nə kimi layihələr olacaq bu Abbas müəllim? Biz təbii olaraq hər zamanki kimi beynəlxalq siyasi arenanın
diqqətini çəkmək üçün bu ərazilərə və burada baş verən insan hüquqlarının pozuntularına ədalətli reaksiya göstərmək üçün hər zamanki kimi beynəlxalq tədbirlər keçirəcəyik və çalışacağıq ki, hesabatlar vasitəsilə, bəyanatlar vasitəsilə, müxtəlif nəşrlər vasitəsilə, müxtəlif, bəli, vurğuladığınız kimi nəşrlər vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini bu məsələlərə çəkək və hətta BMT-nin də gündəliyinə bu məsələləri daşıyaq. Çünki biz Fransa müstəmləkəçilik əsarəti altında olan əraziləri kifayət qədər artıq BMT-nin həm BMT-nin Baş Assambleyasının, həm digər institutların sessiyalarında çox tez-tez vurğulanır. Eləcə də bu müstəviyə Niderland müstəmləkə əsarəti altında olan ərazilərin vəziyyətini çatdırmaq istəyirik. BMT baş katibinin bir açıqlaması vardı ki, özünü idarə etmədən məhrum olan 17 ərazi var. Mənə maraqlı olan budur ki, Bakı Təşəbbüs Qrupu neçə ərazi ilə hazırda iş görür, fəaliyyət göstərir. Keçmiş müstəmləkə əsarəti altında olan, bugün artıq müstəqil olan və təəssüf ki, neokolonial siyasətdən də bugün əziyyət çəkən müstəqil ölkələr, müstəqil dövlətlər var. Biz onların hər biri ilə sıx əməkdaşlıq qura bilmişik və müsbət nəticələr də əldə edilibdir. Biz bildiyiniz kimi BMT-nin Afrika mənşəli insanların daimi forumu ilə bir beynəlxalq, BMT-nin bir beynəlxalq institutudur. Onlarla sıx əməkdaşlıq qura bildik və 2024-cü ildə o platformada iştirak etdik. Fransız dəniz aşırı ərazilərin, Niderlandın müstəmləkələrini və digər ərazilərin cari problemlərini birbaşa o platformada beynəlxalq ictimaiyyət qarşısında bu məsələləri qaldırdıq və hesabat da hazırladıq və həmin sözü gedən hesabat BMT-nin baş katibi bu Afrika mənşəli insanların hüquqlarının qorunması ilə bağlı 10 illik bir proqram vardı. Və baş katib Guterres bu 10 illik proqramın yekunu ilə bağlı bir hesabatla çıxış etdi. Sözü gedən həmin hesabatda bizim o daimi forma təqdim etdiyimiz hesabata istinad vermişdi birbaşa baş katib tərəfindən. Bu da Bakı Təşəbbüs Qrupunun digər uğurlu fəaliyyət addımlarından biri hesab edilə bilər. Əsas uğurlardan biri ondan ibarətdir ki, bu müqavimət hərəkatları, bu haqlı mübarizə aparan, legitim mübarizə aparan, kolonializmlə fəal mübarizə aparan tərəflər heç bir zaman bir araya gələ bilmirdilər. Biz bütün bu müqavimət hərəkatlarını, beynəlxalq QHT-ləri, siyasi partiyaları bir araya yığdıq. Hansı ki, vurğuladığım kimi beynəlxalq hüquq çətiri altında fəaliyyət göstərir və mübarizələrini beynəlxalq platformalarda, beynəlxalq təşkilatlarda aparmaq istəyirlər. Biz onları Bakıda bir araya yığdıq. 2 gün böyük bir qurultay keçirildi və bu qurultayın nəticəsi olaraq beynəlxalq dekolonizasiya cəbhəsi yaradıldı. Biz beləliklə Bakı Təşəbbüs Qrupu olaraq dekolonizasiya prosesində yeni bir institutlaşma dövrünə qədəm qoyduq. Belə bir legitim bir təşkilatlanma həyata keçirildi, belə bir təşkilatlanma oldu, belə bir cəbhə yaradıldı və bugün cəbhə artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərir. BMT və digər platformalarda onun üzvləri çıxışlar edirlər. İlk həmin sözü gedən deməli cəbhənin ilk qurultayı da Yeni Kaledoniyada, Numayada keçirilmişdi. Çox yaxşı dediniz bu dekolonizasiya məsələsinə ki, toxundunuz. Cəbhə yarandı, çox gözəl. Bakıda beynəlxalq konfranslar keçirilir, bu da çox gözəl. Amma mən bildiyimə görə BMT-nin bir siyahısı var, dekolonizasiya edilməli olan ərazilərlə bağlı. Bakı Təşəbbüs Qrupu indiyə qədər keçirdiyi konfranslarda, qurduğu cəbhələrdə, əlaqələrdə nail ola bilibmi həmin siyahıya hansısa ərazilərin salınmasına? Arzu xanım, bunu qeyd edim ki, bu proses özü çox uzun illər alan bir prosesdir. Bir misal gətirəm. Məsəl üçün, Fransız Polineziyası
20-ci əsrin ortalarında bu dekolonizasiya prosesi 60-cı illərdə başlayanda bu siyahıdan çıxarılmışdı. Onlar o siyahıya əlavə edilmişdi, Yeni Kaledoniya kimi. Amma o siyahıdan çıxarılmışdı. Uzun illər onlar mübarizə apardılar və 2000-ci illərdə artıq bir məqsəd qoydular ki, onlar yenidən bu siyahıya düşəcəklər. Onlar bu siyahıya 2013-cü ildə yenidən qayıtdılar. Yəni bu proses bizim məqsədlərimizin, bizim hədəflərimizin sırasındadır ki, biz müəyyən əraziləri dekolonizasiya edilməli ərazilər siyahısına, C24, BMT-nin C24 komitəsinin o siyahısına əlavə edək. Bu proses 2 ildir başlayıbdır. Amma bayaq qeyd etdiyim kimi bu uzun illər alan bir prosesdir. Gəlin onu da nəzərə alaq ki, bu müstəmləkələr çox təəssüf ki, elə bir güclər altında yaşayırlar ki, onların BMT-də çox böyük nüfuzu deməzdim, çox böyük rolları var, təsirləri var, bəli. Çox böyük təsirləri var. Ona görə də bu prosesə onlar istədiyi anda süni əngəllər, necə deyərlər, yaradırlar və müəyyən dərəcədə nail olurlar. Bu süni əngəllər nədən ibarət olur daha çox? İndi BMT daxilində onların təsir qüvvəsi çox güclüdür deyə müəyyən tədbirlərin, hesabatların illərlə ertələnməsi kimi olur. Misal üçün o gün bu irqi ayrı seçkinin ləğvi üzrə komitənin xəbərdarlığı elə bununla bağlı idi. Yeni Kaledoniyada, Kanakidə onlar seçki korpusunu dəyişmək istəyirlər. Yəni orada yaşayan, illərlə yaşayan insanlar təkcə səs vermirlər. Fransadan sonradan köçürülmə, yəni 3 il, 5 il orada yaşayan, güya artıq yerli xalqa çevrilən fransızlara seçki hüququ vermək istəyirlərdi və beləliklə referendumda Kanakların məğlub olmasını təmin etmək istəyirlər. Artıq bu hamıya məlumdur bu metod və hətta artıq BMT-nin də gördüyünüz kimi aidiyyəti institutları buna sərt reaksiyalar verirlər, xəbərdarlıq edirlər. Bu kimi əngəllər də eyni ilə də həmin sözü gedən komitələrdə, yəni dekolonizasiya edilməli ərazilərə qarşı da tətbiq edilir. Bu sərt reaksiyaların təsiri olurmu? Bax, mənə maraqlı olan budur. Mən bu sərt reaksiyaları, üzr istəyirəm, Bakı Təşəbbüs qrupunun yanılmasından sonra görürəm. Yəni bundan öncə 2000-ci illərdə, 2010-cu illərdə bu kimi sərt reaksiyalar görsənmir. Yəni bunun özü bir irəliləyişdir. Bir mənalı. Ümumiyyətcə gəlin baxaq ki, Yeni Kaledoniya haqqında biz onların əsl adı Kanakidir, Kanak xalqı, Kanaki ölkəsi. Beynəlxalq ictimaiyyət bu qədər reaksiya verirdimi? Ümumiyyətcə nə dərəcədə məlumatlı idilər? Bizim əsas hədəflərimizdən biri dünya ictimaiyyətinin düzgün maariflənməsi və cari vəziyyətin onların diqqətinə çatdırılması idi. Təbii olaraq ki, bu reaksiyalarda bizim belə deyək, aidiyyəti əməkdaşlıqlarımız, bizim hədəflərimiz, bizim hesabatlarımız, həyata keçirdiyimiz beynəlxalq konfranslar vasitəsilə baş tutdu. Yəni bunlardan sonra BMT mexanizmləri, BMT-nin aidiyyəti institutları reaksiyalar verməyə başladı. Amma bundan öncə bu reaksiyalar müşahidə olunmurdu. Təəssüf ki. Onlar bizim ortaya qoyduğumuz işdən razıdırlar. Söhbət elə Niderland müstəmləkəsində olan xalqlardan da gedir, Fransa müstəmləkəsi olan xalqlardan da gedir, Hindistanın repressiv siyasətinə məruz qalan ziklərdən də gedir. Bir mənalı şəkildə, bəli. Çünki misal fransız dəniz aşırı ərazilərin problemləri, orada baş verən insanlığa qarşı bu qəddar cinayətlər, orada baş verən bu yaradılan süni əngəllər artıq BMT və BMT institutları və digər beynəlxalq təşkilatların gündəliyindədir. Və Hindistan hökumətinin tətbiq elədiyi repressiya, ziklərə qarşı tətbiq elədiyi repressiya da dünya ictimaiyyətinin diqqətindədir. Misal biz baxmayaraq ki, 2025-ci ildə ilk təmaslar başladı, danışıqlar baş tutdu. 2026-cı ildə bayaq qeyd etdiyiniz kimi ilk konfranslar baş tutdu.
Biz son 4 ayda artıq 2 beynəlxalq konfrans keçirmişik və bir transnasional repressiyalara aid bir hesabat dərc etmişik. Bu bizim Beynəlxalq ZIK Federasiyası ilə birgə bir məhsulumuzdur, bir hesabatımızdır. Biz bunu Cenevrədə ictimaiyyətə açıqladıq. İnsan Hüquqları Şurasının 61-ci sessiyası ərəfəsində və burada BMT-nin İnsan Hüquqları üzrə baş komissarının nümayəndələri də iştirak edirdi. Biz onların önündə bu hesabatı açıqladıq. Qısa zamanda ZIK-lərin son illərdir, belə deyək, ictimaiyyətə bu şəkildə, uğurlu şəkildə belə addımları çatdıra bilmirdilər. Amma biz bunu təmin elədik. Yəni biz birgə hesabatlar hazırladıq. Biz onu İnsan Hüquqları Şurasının sessiyası ərəfəsində Cenevrədə dünya ictimaiyyətinə çatdırdıq. Artıq Hindistan hökuməti əsarəti altında olan media agentlikləri də bizə qarşı çox tez-tez reaksiyalar göstərirlər. Bizim haqqımızda xəbərlərdə, Hindistan xəbərlərində artıq geniş məlumatlar yayılır. Təbii ki, onların qıcıq olması bu çox təbii, normaldır. Çünki onlar örtbasdır eləmək istədikləri repressiyalar, insan hüquqları pozuntu hallarını biz dünya ictimaiyyətinə bu şəkildə, açıq şəkildə və beynəlxalq təşkilatların, beynəlxalq mexanizmlərin dəstəyi ilə açıqlayırıq və ifşa edirik. Açıqcası biz 30 ildən artıq bir işğala məruz qaldıq, soyqırımlara məruz qaldıq. Heç bizi bu qədər dəstəkləyən yox idi. Elə ola bilər ki, həm də bu faktorlardır ki, bizi bu istiqamətdə addımlar atmağa həm də sövq eləyir. Bu cür azsaylı xalqların yanında olmaq, onlara dəstək durmaq əlbəttə ki, həm çətindir, həm də necə deyirlər, məsuliyyətli bir işdir. Bundan sonra təşkilatınızın hədəfləri nələr olacaq? İstəyərdim bu məqamlara da aydınlıq gətirəsiniz. Bundan sonra təbii ki, bütün fəaliyyət istiqamətlərimizdə fəaliyyətimiz, addımlarımız davam edəcəkdir. Bəli, çətin olacaq, çünki bugün bütün fəaliyyət istiqamətlərimiz artıq o müstəviyə gəlib çıxıb ki, hər biri aktiv fazadır. Və burada paralel olaraq bütün o sözü gedən ölkələrlə əməkdaşlıq eləmək, eyni zamanda layihələr həyata keçirmək, hesabatlar hazırlamaq, kitablar dərc etmək, beynəlxalq konfranslar keçirmək, daha sonra zəruri beynəlxalq platformaların yaranmasına təşəbbüs göstərmək, daha sonra onları dəstəkləmək. Yəni bunların hamısı həqiqətən də eyni zamanda paralel şəkildə həyata keçirdikdə çətin olur. Amma bizim bir amalımız var. Biz birgə səylərlə kolonializm siyasətlərini sonlandırmaq istəyirik. Etnik azlıqlara qarşı törədilən bu cinayətlər, bu repressiya aktlarını sonlandırmaq istəyirik. Biz bu məsələləri beynəlxalq təşkilatların gündəliyinə ona görə daşıyırıq ki, beynəlxalq təşkilatlar artıq ədalətli reaksiyalar versin. Və vurğuladığınız Qlobal Cənub Gənclər Platforması da bizim gələcəkdə bu gənclərin və sözü gedən bu ərazilərin, onlar gələcəkdə inşallah müstəqil ölkələr olacaq. Onların sülh şəraitində yaşaması üçün biz bu kimi platformaları yaradırıq və onları bir mənalı şəkildə hər zaman sülhə təşviq edirik və bu belə də davam edəcəkdir. Dünyamız həmişə sülh içində olsun. Sizə təşəkkür edirəm müsahibə üçün. Mən də sizə təşəkkür edirəm. Baku TV komandası və siz Arzu xanım hər zaman bizim təşkilatımızın fəaliyyəti ilə bağlı ictimaiyyətimizi, izləyicilərimizi mütəmadi məlumatlandırırsınız və bu gün biz burada bütün fəaliyyət, əsas fəaliyyət istiqamətlərimizə toxuna bildik. Bu bizim həm izləyicilərimiz üçün, həm də ictimaiyyətimiz üçün çox zəruridir. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun.